Naxçıvan Muxtar Respublikasının 2025-ci ilin yanvar-mart ayları üçün sosial-iqtisadi inkişafına dair statistika göstəriciləri açıqlanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən 3 ayda Muxtar Respublikada 344 milyon 310 min 200 manatlıq ümumi daxili məhsul istehsal olunub. 2025-ci ilin yanvar-mart aylarında Muxtar Respublikada ümumi daxili məhsul istehsalı 344 milyon 310 min 200 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6% artaraq 730,7 manat olmuşdur. Statistika Komitəsindən o da bildirilib ki, sözügedən dövrdə Muxtar Respublikada 114 milyon 128 min 600 manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin müvafiq dövründəki göstəricidən 9,2% azdır. Həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 43 milyon 60 min 900 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 42,3% çoxdur. Aqrar sektora gəldikdə, qeyd edilib ki, 2025-ci ilin 3 ayında Muxtar Respublikada 41 milyon 301 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. 2025-ci ilin yanvar-mart aylarında Muxtar Respublikada pərakəndə ticarət dövriyyəsi 335 milyon 131 min 800 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur. Ticarət şəbəkəsində 172 milyon 592 min 900 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 162 milyon 538 min 900 manatlıq isə qeyri-qida məhsulları satılmışdır. Qeyd edək ki, əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 53,6% artaraq mart ayının 1-nə milli valyuta ekvivalentində 27 milyon 961 min 300 manat təşkil edib. Bununla yanaşı, yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 52 milyon 882 min 600 manat olub. Bu da ötən illə müqayisədə 9,6% çoxdur. Məlumatda həmçinin qeyd edilir ki, bu ilin yanvar-fevral aylarında Muxtar Respublikada orta aylıq nominal əmək haqqı bir il öncəki müvafiq dövrlə müqayisədə 4,3% çox olmaqla 774,5 manat olub. 1 mart 2025-ci il tarixi Muxtar Respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2198 nəfər və ya 0,5% artaraq 471 min 169 nəfər olub.